Limfa düyününün bədxəstəlik xəstəliyi olan limfomalar iki ana qrupa bölünür: Hodgkin limfoması və qeyri-Hodgkin limfoması. Adlar yaxın olsa da, hər iki xəstəlik müxtəlif gedişata, eləcə də tamamilə müxtəlif müalicəyə sahibdirlər. Hodgkin və qeyri-Hodgkin limfomaların diaqnozunda qan təhlilləri ilə birgə görüntüləmə mühüm rol oynayır. Görüntüləmə dediyimizdə kompüter tomoqrafiya, PET kompüter tomoqrafiyası, bəzi hallarda da maqnit rezonans tomoqrafiyasına ehtiyac duyulur. Onu vurğulamaq istəyirəm ki, limfoma diaqnozlu pasientlərdə radioloji görüntüləmə, yəni kompüter tomoqrafiyası və ya PET-CT tomoqrafiyası diaqnoz deyil, xəstəliyin təsnifatı, yəni mərhələləndirilməsində rol oynayır. Diaqnoz isə böyümüş patoloji limfa düyününün patohistoloji müayinəsi, yəni limfa düyününün biopsiyası ilə icra edilir. Eksizional biopsiya dediyimiz, yəni limfa düyününün bütününün çıxarılaraq patohistoloji müayinəyə verilməsi ilə baş verən bu diaqnoz hansı limfoma növü, eləcə də həmin limfoma növünün, yəni Hodgkin və yaxud qeyri-Hodgkin limfomanın alt tipinə qədər bizə məlumat verir. Yəni demək istədiyimiz budur ki, böyümüş patoloji limfa düyünlərində qızıl standart limfa düyününün eksizional biopsiyasıdır.